Salam dostlar, necəsiniz? Bugün sizinlə ilk dəfə səsli videodayam. Bu videonu çəkməm səbəbini bir çox şəxs bilər ki, bir shorts videomda demişdim ki, əgər bu videoya 20 və yaxud bundan daha çox like gəlsə hesabımı göstərəcəm və mən də gördüm ki, 20-dən hətta 30-dan da çox like gəlib. Buna görə də dedim ki, sözümü tutum. Bugün də sizlərlə Free Fire videosu çəkəcəm. Free Fire'da dediyimə görə hesabımı tanıtacaqdım. Hesaba belə giriş edirik. Məncə hesabım orta yüksəklikdədir. Siz də sonra qiymətləndirərsiniz. İlk olaraq hesabda heç bir zaman elmas almadığımı sizə göstərmək istəyirəm. Yəni heç vaxt elmas vurmamışam. Bundan sonra isə kas hissəsinə girək və modalardan başlayaq. Modalarda ümumilikdə 14 dənə saçım var. Saçlar isə bunlardır. Digərləri isə qız saçlardır. Mən də daha yaxşı uyuyacağını düşünürəm. Bundan sonra isə gözlüklər qismına gəlirik. Burada isə gözlüklər bunlardır. Yəni ki, həm də ki maskalar. Bu maskanı çox adam tanıyar. Çünki Naruto'nun gələn kıyafətində bunu çox adam almışdı. Sonra isə bu ikisini də erkək karakterə giydirmək olur. Paltarlarda isə belə paltarlarımız var və bunlarla kombin etmək olur. Bir dəqiqə. Mənim ən sevimli kombinim budur. Bir dəqiqə. Bundan əlavə Naruto'nun burada gördüyünüz kimi şalvar hissəsi də var. Bundan sonra digərlər də var. Belə kıyafətlər. Neyse biz bunu seçək. Yerdəki bunu. Onu da seçmiyorlar aslında. Bundan sonra isə belə ayaqqabılarımız var hesabımızda. Mən çox vaxtı tərcihim bu olur. İfadələrə gələk. İfadələrdən çox da ifadələri, yəni oynayanda güc verməmişəm. Yəni daha çox ola bilərdi əslində. Yəni gördüyünüz kimi bir budur. Kahraman onda qısa sürəlik verir, 60 günlük. Sonra isə budur. Bunda şans otomatından çatmışam. Bunu da bir sezonda 2 dəfə kahraman olduqda verir. Bunu da şans otomatındandır. Bu da əvvəlki sezondan 2 dəfə kahraman olanda verirdi. Bunu da şans otomatından çarpmışam. Poz hissələrində gördüyünüz kimi nadir bir pozum yoxdur. Yetenek görünümündə də heç bir nadir bir yeteneğim yoxdur. Kolleksiya hissəsində çantalardan başlayayım. Ən sevdiyim çanta gördüyünüz kimi budur. Bundan sonra isə digər çantalar da var. Bunu da çox vaxt işlədirəm. Bunu yükləməmişəm. İstəyir çox atlarım. Bundan sonra belə çantalar da var hesabımızda. Əvvəllər ən çox bunu istifadə edirdim. Digərlə oynayanda. Əslində bu çanta da gözəl imiş. Amma ki bizim favorimiz budur. Bundan əlavə sancaqçalarından da bunlar var. 18 ədəd. Birincisi budur. Bunu BH-dən almışdım. Yəni pulsuz BH-dən. Sonra belə var. Bu. Belə. Bu. Bu da əslində yaxşıdır, amma bu köhnədir, yəni ki. Bunu da arada işlədirəm. Heç cadımdan çıxıb, amma ki əvvəllər bunu çox işlədirdim, çox yaxşıdır. Sonra bunu yükləməmişəm. Bunu sezonda deyəsən vermişdi. Biraz işlədib buraxdım. Yəni bunu da hesaba tezə başlayanda işlədirdim. Sonra da bunlar.
Paraşütlere baxaq. Paraşütlərimiz də bunlardır. Çünki bunu tez almışdım deyib bunu çox istədirəm. Amma məncə ən yaxşıları bunlardan deyil. Sonra burada gök kanatda heç bir özelliğimiz yoxdur. Bir dəqiqə. Başqa da gibi. Sonra kaykaylardan budur. Bunu çox sevirəm. Bunu çox vaxt işlədirəm. Əvvəllər bunu işlədirdim. Əvvəllər bu, yəni bunu da bir sözən işlədib buraxdım. Yəni bunları çox işləyən değildim. Mesela bir aslında bunu da seçək, yəni çox vaxt işlətmir. Musiqi də gördüğünüz kimi normal 2 dənə musiqim var. Köhnə musiqini indirin. Araçlardan çox aracım yoxdur. Yəni bir dənə şans otomatına araç çıxarda bilməmişdim yadımda. 2 dənədir. Birinin 40 dənə bir ara etkinlik gəndə almışdım. Digərini desən şans otomatından almışam. 2 dənə belə. 2 dənə də nadir maskelet. Bu da normal görünüşdü. Yəni özellik yoxdur. 2 dənə də belə. Bunda təkcə belədir, nadiri. Bunlarda da yoxdur. Yəni məncə oyuna gəlmir. Burada da bir dənə hava kupan almışam. Profilləri gördüğünüz kimi bunlardır. Burada dediyim kimi Sasuke'nin artı gələndə almışdım. Burada da gördüğünüz kimi belədir. Yəni məncə nadir bir şey yoxdur. Bu arada Haydut setini alasıydım aslında. Parçacıq gələndə küp. Amma vaxtdan çatdıra bilmədim. Şans otomatına gələk. Şans otomatında təkcə dediyim kimi, yəni dediyim araç buydu ola bilməmişdim. Qanın hamısını neçə dəfə çıxartmışam. Parçacıq veribdir. Arkadaş hissəyə çox fikir vermedim onun əvvəlində də. Arkadaşlarım da olubdu. Bu gördüğünüz kimi bazarlı elə bilmirəm. Nə kadar arkadaşım var hiç bilmirəm, yəni çoxdur. Yəni oyuna gələni elə arkadaş eləmişəm də gördüğünüz kimi. Bronzadan da var, gümüş də var. Başqa silahlar hissəsində M4A1. Bu da oyuna, yəni mən bu arada hesabım təzədir, amma özüm 2017-nin oyunçusuyam. AK-7-də də oyuna təzə başlayanda verir. Yəni onda da təzə gələndir. Skarda bir dənə belədir. Brozada keyifli vaxtı. Yəni əvvəllərikini çox sevirdim, həmişə oxuşardım. Faması bir dənədir. XMB-də yoxdur. M94'de bir dənədir. Hələ bunun shorts olarak videosunu atmışdım bunu çıxardan vaxtı. Plazma AUK da yoxdur. Parafalda 2 dənə var. Yal çaklında bu var. G36'da da bu var. Nişancı tüfəklərdən SKS yoxdur. SVD'de bir dənə də aç kakanda çıxarda bilməmişdim. Bunlara 100.000 yaxın altın xərclədim, amma 100.000 olsaydı çıxardardım. Asbonda həmin çantanı, bayaq göstərdim çantanı və maşına alan etkinlikdə almışdım bunu. Asbonu. Məncə çox yaxşı, yəni həmişə bunu xoşlanırdım normalda. Makinenin tüfəkdə sadəcə M247-də vardı. Qalanlarında da yoxdur. Hafif makinenin tüfəkdə 2 dənə gördüyünüz kimi OMP, MP5'im, MP40'da da yoxdur digərləri kimi. P90'da da bir dənə. Bunda yoxdur. Thompson'da bir dənə. Makon'da 3 dənə özəllik. Bu çox yaxşıdır. Pompalı tüfəklərdə 2 dənədir. Mag 7'də 2 dənədir. Amma mən bunun ən çox xoşlarım yəni ki burada. Sonra digərlərində yoxdur. Keskin nişancıda da yoxdur. Tapançalarda da bir dənə mini Uzi'dən var. Bu da vaxtlandı.
Yakınlarda tava var, belə tava. Bunu da etkinlikten almışım, çok qəşəngdir. Palamız var 2 tane. En sevdiğim bakın bu. Gördüğünüz kimi, yani bu da yaxşı bəsdir. Beyzbol sopası var, bu da yaxşıdır. Katana yoktur, tırpan yoktur. Bıçaqlardan da bu var. Heç bilmirəm buna vaxt almışam. Deyəsən bu sezondur. Amma istəyirdim almalı. Yumruğumuz yoktur. El bombamız. Bundan 5 tane de gördüğünüz kimi, yəni bunlar. Sis bombası yoktur. Mavuz duvarda 3 tanedir. Yəni ki, bunu bildiğiniz kimi deyəsən Sasuke'de gəlmişdir bu. Bunu çok adam elmasla çatmıştı, amma o bir dənə free var ücretsiz. Bax, mən də tək-tək çatmışdım bu, yəni şans idi. Digərlərində də yoxdur. Başqa önər hissəsindən, yoldaş qismindən çox nəsə alan deyiləm. Yəni əvvəlki hesablarımda, o vaxt hesablarımda almışdım, onları da yoxdur sinir. Amma ki bir hesab, yəni çox da yoldaş alan deyiləm. Yəni əsas bir neçə dənə yararlı basılanı var. Əslində var əməli başda yiyəcəyim. Karakter kısmından da əvvəlki hesablarımda karakterə özellik verirdim. Bu hesab deyəm ki, az karakter almışam. Əsas mənə lazım olanlar. Bu karaktere çok haşlamak istemiyorum. Neyse, bu videodan sonra toplayarım. Başka. Yani ki, hesap gördüğünüz kimi, yani belədir. Buradan profil kısmı budur. Eğer Free Fire oynayanlar, sevenler varsa bu aydın buradan kopyalayın, zahmet olmasa. Ben istiyatarsız daha çok basılı sileceğim hesabımı. Klanı tez değiştim. Evvelki klanımda yoksa buydu mu? Mənə buz vermişdilər. Buzu bir dəqiqə baxın. Yo, məndə buz var idi. O getdi. İndi mən klan dəyişdim. Mən klanımda bizim klan adı Ponyx idi. Həmin klanı almam mənə buz vermişlər pulsuz. Neyse dostlar, videomda bu kadar idi. Yəni məncə hesab orta səviyyədədir. Ya pisdir, ya da yaxşı. Yəni ki, düşünürəm ki, sizdə bundan daha yaxşı hesablar var. Görüşənə dək məni istəyətməyi unutmayın.